Allah bu gözəl günü bizlərə mübarək qərar versin inşallah. Və burada cəm olan möminləri həmişə gözəl məclislərdə görək. Və ələl-xüsus bir məclis ki, Əli əleyhissalamın adı ilə zinət tapar. Heç bir məclis ona tay ola bilməz. Amma bizlərin boynuna bir haqq gəlir. Bu bayramlar ki var, biz bu bayramları hər yerdə tanıtdırmalıyıq və ələl-xüsus evlərdə tanıtdırmalıyıq, yəni öz evlərimizdə. Necə ki, yeni il gələndə bir yolka qurarlar, Novruz gələndə yumurta boyayarlar, səməni qoyarlar. Bu dini bayramlarda da insan gərək evində elə bir ab-ı hava yaratsın ki, istər-istəməz ətrafındakılar bu bayramın gəlişinə sevinsinlər. Təbliğat belə olmalıdır. Dini sevdirmək belə olmalıdır. Və nə dağa çıxmaq lazımdır, nə düzə düşmək lazımdır. Bəzəksiz, düzəksiz, sadə el dilində uşağı qabağına qoyub başa salmalısan. Kimə ərkün çatır, onun öz dilində ona dinin gözəlliyini anlatmalısan. Uşaq dillənsə, soruşsa səndən ki, Qədir-i-Xum nədir? Bir yerin adıdır. Bir yol ayrıcıdır. Və təsadüfi deyil ki, o yol ayrıcıdır. Oradan yollar əslində ayrılır. Nəinki getməli yollar, əqidəvi yollar ayrılır əslində, əqidəvi yollar. İnsan həyata ki gəlir, həmişə yol ayrıcında qalır. Görəsən, orayla gedim, yoxsa burayla gedim. Bir nəfsani yoldur, bir ilahi yoldur. Hansı yolu seçim? Xırda-xırda bu imtihanlar, bu yol ayrıcıları bizim qabağımıza çıxır və nəhayətdə kəskin bir kəsişmə olur. Ya onu seçməliyəm, ya bunu. Ölüm, qalım məsələsi. Dünya, ya axirət məsələsi. İstər-istəməz xırda-xırda imtihanlardan keçə-keçə axır böyük imtihana Allah səni hazırlayır. Əgər doğrudan da bu xırda imtihanları verə bilirsənsə, nəhayətdə böyük imtihandan asanlıqla keçirsən, asanlıqla bu imtihanı verirsən. Allah bizlərə onu qismət eləsin. Bir insanı qoyub qabağına yerək başa salasan, həyatda elə bir hadisə göstər mənə, elə bir iş göstər mənə ki, şəriət ora əl qoymasın. Çörəyi necə yeyərlər? Bismillahla. Əlləri yuyarlar. Ondan sonra bilərsən ki, bu halaldır, bu haramdır. Duzla, pendirlə başlayarsan, yenə də duzla, pendirlə uxtararsan, festaldır deyə. Ondan sonra yatanda sağ tərəf üstünüzü qibləyə yatasan. Məscidə girəndə sağ ayağından girəsən, təharətxanaya girəndə sol ayağından girəsən. Görəsən, elə bir iş var ki, şəriət ora əl qoymasın. Elə bir feil, hələ bir əməl var ki, Allah ona əmr verməsin. Yoxdur. Əgər varsa, kimsə dursun, düşün. Samalyotda namazı necə qılarlar? Onu ecam deyir. Xəstələnəndə namazı necə qılarlar? O reyzan deyir.
operasiyaya gedirsən, neçə saat özündə olmayacaqsan, neynəməlisən? Məsəl üçün, elə bir iş yoxdur. Yatmağın necə, durmağın necə? Necə oldu ki, Allah Taala hər işə bir əmr verdi? Bu əhkam deyərlər də, hökmün cəminə əhkam deyərlər. Bütün hökmləri Allah verdi, sonra İslamı buraxdı öz başına. Sonra İslamı kim idarə edəcək, onun əmrini vermədi. Belə gülünclük olar. Sənə nazil etdiyimizi çatdır. Çatdır ginən. De ginən yox, çatdır ginən sənə göndərdiyimizi, nazil etdiyimizi. İnsanlar anlasınlar bunu. Kimin mövlası mənəmsə Əli onun mövlasıdır, boş-boşuna bey tərifi dövrək kimsə tərif eləsin Allah, ya Peyğəmbər. Vilayət məsələsi İslamda yeganə bir məsələdir ki, bu İslamın özünə bərabərdir. Heç bir dini ayin İslamın özünə bərabər deyil. Namaz sənin üçündür. Oruc sənin özün üçündür. Heç bir, baxmayaraq ki, bunlar ilk ümdə əməllərdir fürui dində, onlar hamısı sənin özün üçündür. Amma heç bir əməl ola bilmir ki, bərabərdir İslam. Fəqət vilayət bərabərdir İslam. Ancaq Əli əleyhissalamın vilayəti İslam'a bərabərdir. Allah hər şeyi nizam-intizamla bir insan bir dənə nəfəs alıb vermək üçün Allah nəhəngame düzəldib kainatda. Ağaclarda fotosintez prosesindən tutmuş, sənin ağciyərində baş verən o nəfəsi alırsan ki, çirklənmiş qan oksidləşir, oksigenlə tezdən təmizlənir. O boyda laboratoriyanı Allah Taala qurub, ay öz yerində, günəş öz yerində, fələklər, göy təbəqələri öz yerində ki, nə varsan bir dənə nəfəs alacaqsan, nəfəs verəcəksən. Bəs sənin bədəninin nəfəs almağı üçün bu həngaməni quran Allah, sənin ruhunun yaşaması üçün o həngaməni qurmayıb, qurub. Necə qurub? Həmən vilayətlə qurub. Necə olur ki, mən çörəyi öz başına yeyə bilmərəm, yatanda öz başına yata bilmərəm, duranda öz başına dura bilmərəm, hər bir şeyə hökm verir, əmr verir. Bəs bu boyda İslamı idarə etməyə əmr vermir. Deyir, gedin kimi seçirsiniz, seçin. Sənin mənim seçdiyim nə olacaq? Göz qabağındadır da bizim seçdiklərimiz bu vaxta qədər. Allah gərək seçsin. Hər şeyi ki Allah deyir, hər bir əmri ki Allah deyir, belə yox, belə elə. Sənin əqlin oraya girdi, girmədi, itaət edilməlisən. Ruhi mütəabbidinlə, itaətkar ruhunla ona əməl eləməlisən. Heç kəs səhər durub, yuxusuna haram qatıb, namaz qılmaq istəməz. Hamı yatmaq istəyər. Amma Allah deyir, dur, soğuk su ilə dəstəmaz al, namaz qıl yinə. Gün çıxandan gün batanaycan, ac qal yinə, heç kəs bunu istəməz. Amma Allah istəyir deyə baş üstə. Canı heç kəs vermək istəməz. İsmail əleyhissalam İbrahim əleyhissalama nə deyir? O Füzuliyə hədiqət-i süədasın. Canı bizdən istəmiş, gerçi bizim cananımız can fədadır ona. Qoy minnətçi olsun canımız. Canımıza minnət olsun ki, bizi canımızı canan istəyər. Cani canan ittihadi fariq eylər cismidən. Cismidən agah olan can vasili canan deyil. O canan ki var, o nə olan şeydir, onu biləndən sonra canın dəyəri, qiyməti olmaz ki. İşıqlar sönsə, bu stolumuzda olan şamları bir işə yarayar. Elə ki, işıqlar yandı, o şamı yandırdın, yandırmadın bir fərq olmaz. Hələ o canandı, o candı. Onu görəndən sonra bu düşər qiymətdən. Allah bu həngaməni düzəltib İslam üçün ki, o da vilayət məsələsidir, bərabərdir İslam.
xoş o adamın halına ki, bu vilayəti anlaya, bu vilayəti başa düşə. O biri məzhəblər sənə nazil etdiyimizi çatdır. Əgər çatdırmasan, risalətin tamam olmaz sözünü necə yazıblar? O nədir ki, sənə nazil olan? Deyir ki, bütün İslam. Yəni, hər şey. Onda Əllamə Təbəttəbai rəhmətli deyir ki, Fəxri Razi üçün deyir ki, nə uzadırsan məsələni? Hələ onda belə tərcümə elə ki, sənə çatdırdığımızı çatdır. Əgər sənə çatdırdığımızı çatdırmasan, demək sənə çatdırdığımızı çatdırmamısan. Belə gülünc məntiq olar, belə gülünc söz olar, ərəbin qan eləyən vaxtı, söz oynadan vaxtında, fəsahətdən, bəlağətdən uzaq bir söz, Peyğəmbər desə, ona nə inərdilər? Bəs sənə çatdır, nazil etdiyimizi çatdır nədir? O vilayət məsələsidir. O vilayət məsələsi ki, Əli əleyhissalam onu cəmaata başa salmaq üçün, insanlara çatdırmaq üçün haralardan başlayırdı. Deyirdi ki, Həzrəti Cəbrailə ustad mən olmuşam. Həzrəti Cəbrailə sual verəndə Allah sən kimsən, mən kiməm, o cavab tapa bilmirdi, yanırdı. Mənim səsimlə agah oldu ki, sən xaliqsən, mən məxluqam, bu nə demək lazımdır? O sehirli söz lazım idi, onu demək lazım idi. Adəm əleyhissalam deyir, mənim adımı verdi, Allah onu bağışladı. İbrahim əleyhissalamı od bilirsiniz deyir, niyə yandırmadı? Yandırmazdı, çünki onun sülbündə mən var idim. Həzrəti İsmail'i o bıçaq kəsməzdi, onun sülbündə mən var idim ona görə. Sözün böylüyünə baxayım. Sözün dərinliyinə baxayım. Nəhcül bəlağədə Əli əleyhissalam Muaviyyəyə məktubu yazır. Özünün kim olduğunu onu tanıtdırmaq üçün bir söz deyir, dəhşətli bir söz. Deyir, mənəm Musa əleyhissalamdan danışan səs. Allahın səsi olmaz ki, səs özü bir məxluqdur. O səs adında məxluq danışıb Musa əleyhissalamdan. O səs deyir, mənim səsim idi. Yəni, həqiqətin səsi mənəm. Necə ki, Peyğəmbər deyir, Əli haqdır, haqdır Əli iləndir. İmam Cəfər Sadıq səhabəsinə deyir ki, İsa əleyhissalam ona görə ruhullah oldu ki, atam Əlinin qarşısında təzim eləmişdi. Bu məqama baxsan, bu böyüklüyə baxsan, Həzrəti Məryəmə Əli əleyhissalam görsənmişdi. Həzrəti Yunus 70 dəfə, hədis var, 70 dəfə Bəhəqqi Əli və əntə ə'la Allaha demişdi. Sən ə'lasan, Əliyə and verirəm, məni bağışla. 70 dəfə bu sözü deyəndən sonra Allah onu bağışlamışdı, Həzrəti Yunusu. Həzrəti Yusuf quyudan Əli əleyhissalama təvəssül eləyib çıxmışdı. Nə qədər ki, baxırsan, bu vilayət məsələsi budur ki, yəni bir nəzəriyyə ki var, diqqət eləyin, bir sadə hələ öz dilimizdə, bir var nəzəriyyə. Əgər bu nəzəriyyənin, yəni ideologiyanın bir icraat aparatı olmasa, yəni icra eləyəni, həyata keçirtəni olmasa, o əqidə heç nəyə lazımdır. Nə qədər ki, Lenin inqilab eləməmişdi, bir icraat strukturu yaratmamışdı, icraat aparatı yaratmamışdı, hakimiyyət yaratmamışdı, Marks da bir şeyə lazımdırdı, Engels də bir şeyə lazımdırdı. Onların ideologiyası heç nəyə lazımdırdı. Haçan ki, Lenin gəldi, onu həyata keçirtdi, icra orqanı yaratdı və icra elədi, ondan sonra gəldi onların dalbadal saqqallı şəkilləri, 3 dənə baş məşğul oldu. Marks, Engels, Lenin. Onları həyata keçirdən kim oldu? Lenin. Yəni, icra eləmək məsələsi. Və in ləm təf'əl,
əgər bunu həyata keçirtməsən, risalətün tamam olmaz. Missiya tamam olmaz. Amma haçan ki həyata keçirtdi, ondan sonra ayədə nə deyir? Deyir, Allah bu İslam dinini kamil qərar verdi və ondan razı qaldı. Din onu ilə kamilləşdi. Artıq din kamil dindir. Niyə? Artıq vilayət məsələsi var. Artıq vəli var. İndi o biri tərəfdən sual verə bilərlər ki, əgər Allah bunu belə təkidlə demişdi, bu cür üstündə durmuşdu, niyə həyata keçmədi? Niyə imkan vermədilər? O qədər şey imkan vermədilər ki. Allah bir şey təkidlə deyir ki, namaz qıl, hamı namaz qılır bəyəm. Musa əleyhissalam Allaha deyir ki, Allah deyir, nə istəyirsən məndən? Deyir, hələ istəyirəm ki, hamı mən deyən əməl eləsin. Allah deyir, amma mən özüm üçün eləmirəm, o şey qaldı sənin üçün. Təşrii rübubiyyət var, təkvini rübubiyyət var. İnsan özü faildir, faili muxtar, ixtiyar sahibidir, iş görəndir ki, onu qazansın, əldə eləsin. O vilayət məsələsinin nə olsun ki, imkan vermədilər, amma o vilayətin içinə girənlər oldu. O vilayəti qəbul eləyənlər oldu. Vilayət məhv olmadı, vilayət qaldı öz yerində. Ancaq ağla qara bilindi. Bugün özlərini rüsva eləyirlər. Hansı yolla? Rəşid Rizadır, müfəssir. Təfsiri mənardadır, səhv eləmirəmsə. O deyir ki, İslamda hər şey, Əhl-i Təsənnünün məşhur müfəssirlərindən deyir ki, hər şey İslamda yerindədir, ancaq xilafət konsepsiyası nəsə düz deyil. Niyə? Çünki deyir, birinci xəlifəni 5 nəfər seçdi. Əbu Bəkir, Ömər, Osman, Əbu Ubeydə, Cərrah, filan sayır. İkinci xəlifəni birinci xəlifə seçdi. Üçüncü xəlifəni 6 nəfər şura seçdi. Dördüncü xəlifəni cəmaat seçdi. Beşinci xəlifə, yəni Muaviyə, özü zorla gəldi. Özlərini ifşa eləyirlər. Amma bizdə elə deyil. Bizdə səhabənin səs verməyi ilə xəlifə seçilməz. Vəli seçilməz. Vəlini Allah seçər bizim əqidəmizdə. Necə ki, Maidədə seçir. Deyir ki, sənə nazil etdiyimizi çatdır cəmaata. Çatdırmasan risalətün tamamdır. Bizim əqidəmizdə vəlini Allah seçir. Onların əqidəsində isə, burada yollar ayrılır, Qədirxum budur. Burada yol, əqidə yolları burada ayrılır. Onların əqidəsində isə səhabə seçir. Yəni, hansı səhabələr? O səhabələr ki, Peyğəmbərin sağlığında, əsr-i səadət deyirlər Peyğəmbərin sağlıq dövrünə, yaşadığı dövrə. Əsr-i səadətdə Oğuz və Xəzrəc qəbiləsi ayaqqabı davasına çıxdılar. Bir-birinə ayaqqabı ilə vurdular. Peyğəmbərin sağlığı, Peyğəmbər bunları barışdırdı, görüşdürdü. Bir səhər kişi girdi bunların qanının arasına, sakitləşdirdi. Bu səhabələr gəlib İslama vilayət, vəli seçəcəklər ki, İslama rəhbərlik eləsin. Bunlar. Bu səhabələr ki, Peyğəmbər kağız qələm istəyəndə dedilər ki, bu sayıqlayır. Həmən səhabələr gəlib vəli seçəcəklər. Gülünclüyə bax, bizim fərqimizlə onların fərqi budur. Bu yol ayrıcı budur, Qədirxum bu deməkdir. Bunun bayramını eləyirik. Bizə durub deyərlər ki, nə olsun Əlini vəli seçdi, Əli ki gəlib xəlifə olmadı Peyğəmbərdən sonra. Neyin bayramını eləyirsiniz? Nə olsun ki olmadı? Biz onun seçilməyinin bayramını eləyirik. Siz imkan verməmisiz olmayıb da. Əgər ona qalsa, Musa əleyhissalam da dünyasını dəyişməzliyi yaşayardı. Hansı birinin dediyi oldu ki? Zəkəriyanı necə öldürdülər? Yəhyanı necə öldürdülər? Bilirsiniz Yəhya necə ölüb? Necə öldürüblər Yəhyanı? Zamanəsinin padişahı var idi, öz qardaşı qızı ilə sevişirdi. Öz qardaşı qızı ilə. Qardaşı qızı dedi ki, əmi, bizim sevgimizə bir nəfər mani ola bilər, Yəhya. Mənim mehriyəm onun başıdır.
O da əmr elədi, Həzrəti Yəhyanın başını kəsdilər. İmam Hüseyin Kərbəlaya gedəndə yolu boyuncan öz səhabələrinə bilirsiniz nə deyirdi? Deyirdi, bu dünyanın dəyəri bilirsiniz nədir? Bu dünyanın dəyəri odur ki, Yəhya kimi seyyidin başın fahişəli ilə kəsdilər. Budur dünyanın qiyməti. Ona qalsa, onların başını kəsməyə qoymazdı Allah baş kəsməyə. Peyğəmbər öldürməyə qoymazdı bəzi qovmi. Yox, söhbət ondan getmir. Nəticə nə olacaqdan getmir. Əsas əqidədən gedir ki, bizim əqidəmizdə vilayət məsələsi fərqlidir. Seçimlə deyil, seçimlədir ya, amma Allah seçməlidir. Nəinki insanlar, nəinki səhabələr. O səhabələr göz qabağındadır. Tarix özü ifşa edir bunlar. Biri gəlir, birinin səhabənin qəbrinin üstündə ağlayır. O birisilərdəndir. Deyir, nəsə ağlayırsan? Deyir, bu radiyallahu anhı, Muaviyə radiyallahu anh öldürdü. Deyir, yaxşı, niyə öldürdü? Çünki bu radiyallahu anh, Əli radiyallahu anhı sevirdi. Ona görə Muaviyə radiyallahu anh bunu öldürdü. Bunların gülüncliyinə bax. O da radiyallahu anh, bu da radiyallahu anh. Nə oldu bunun axırı? Bu cür əqidə ilə İslam olar, ona görə Allah deyir ki, yox. Haçan ki, səndən nazil etdiyimizi çatdırdın, İslam kamil bir din oldu, Allah ondan razı oldu, bir dənə söz işlədir orada. Kafirlər dindən məyus oldular. Ən dəhşətlisi budur. Kafir dindən haçan məyus olar? Kafir dindən həmişə vuruşar, ta ki nə qədər ki ideologiyadır vuruşar. Haçan ki icraat aparatına keçdi, Karl Marx bəyək dediyimiz Engels və haçan ki artıq Lenin bu Sovet sosialist respublikalarını qurdu, ondan sonra bütün dünya ilə başladı hesablaşmağa. Bugün də işartıları qalıb, nə bilim, Kubada, Çində, orada, burada. Artıq bir dövlətə çevriləndən sonra, icraat aparatı olandan sonra, bəli, ondan sonra hamısı ilə hesablaşır. Artıq ondan məyus olurlar. Yəni, onu yıxmağa gücləri çatmır, başlayırlar kompromisə gəlməyə, mədarə gəlməyə, ortaq məxrəcə gəlməyə. Kafirlər artıq sizin dininizdən, bu dindən, İslam dinindən məyus oldular. Artıq əlləri üzüldü ki, yox, bunu yıxmaq olmaz. Artıq bunun topu, topxanası, filanı var. Həmən o icra aparatı, İslamı həyata keçirdən aparat Əhl-i Beyt idi. İslam bir dənə nəzəriyyə idi. Onunsa əməli tərəfi Əhl-i Beytdə idi. İslamın nəzəriyyəsi Qurandır. Hərəkət etməyən kitab. Onlar isə hərəkət eləyən nələr? Qurandılar. Onlar danışan Quran idilər. Ona görə bəzi insanlar bunu qəbul etmədiklərinə görə Quranı oxuyanlar yığılıb Kərbəlaya, Quranı şəhid eylədilər ayə və ayə. Ona görə istədilər ki, bu işi aradan aparsınlar. Gördülər ki, küllən özünə gücləri çatmır məhv eləməyə, başladılar təhrif eləməyə. İmamların hərəkatı, 12 imamın hərəkatı 3 hissəyə bölünür. Birinci, İslamı təhrifatla mübarizə. İslamı təhrif edirlər, o ilə mübarizə. Əli əleyhissalam, İmam Həsən əleyhissalam, İmam Hüseyin əleyhissalam bu yolda şəhid oldular. İslamı təhrif edənlərlə mübarizədə. Ondan sonra dövr başladı, məarif dövrü. Artıq İslamı marifləndirdilər insanları ki, İslam əslində budur, ta İmam Musa Kazım əleyhissalama qədər. Ondan sonraki dövr İslamın hakimiyyət dövrüdür. Yəni, İslam hakim olmalıdır, İslam hökm eləməlidir, İslam palatqalarda olmamalıdır, İslam məscidlərdə olmamalıdır. Bütün qurumlar bugün neynirlər İslamı? Hara salırlar İslamı? Salırlar palatkalara, salırlar nə bilim, bağlı yerlərə.
bayıra çıxa bilməz. Bayıra çıxsa hər şeyi əhatə eləyəcək, hər şeyi bürüyəcək. Çünki hər işdə Allahın neyi var? Əli var. Hər işdə Allah bir söz deyib, bunu belə eləyərlər, onu belə eləyərlər. İnsanlara da, bəzi insanlara da o sərfələnmir. Bugün vilayət bayramıdır. Bugün vilayətin, daha doğrusu dinin, əqidənin nəyə keçdiyi? İcraata keçdiyi gündür. Ki Allah əmr elədi ki, vəli seçin, İslamda olan o qanunları artıq elə bir formada həyata keçirdin ki, cəmiyyət ondan hidayət olsun, cəmiyyət onu ilə yaşasın. İnsanın bu anda yaşayışı, həyatı nəyə çevrilir? Dinə çevrilir. Din bərabərdir insanın yaşayışı. Yatmağı, durmağı, evlənməyi, gəzməyi, danışmağı, gülməyi, bütün hamısı İslam çərçivəsinin altında olmalıdır. Və bunu da Allah bizlərə nəsib eləsin inşallah. Bir, iki, üç kəlmə cızmaqara eləmişəm. Onu inşallah biraz, necə deyərlər, başı uza aradım. Xuda xəlq eyləmiş aləmləri, qanun nizam vermiş. Xuda xəlq eyləmiş aləmləri, qanun nizam vermiş. Nə halda neyləmək lazım, nizam o intizam vermiş. Nədir məkruh, nədir sünnə, mübahat hansı işlərdir? Elə iş var ki, vacibdir və ya hökmü haram vermiş. Təxəllidən təameycan, durandan ta yataneycan, oturmaq, durmaq alver, hər nə ki var xas-ı am vermiş. Bu əhkam 124.000 kişi ilə nazil olmuşdur. Məhəmməd Mustafa ilə o dinə son məqam vermiş. Sən indi əhli tövhidsən, bir insaf et, müvəhhidsən. Xuda hansı yol ilə dini İslam'a davam vermiş? Hər işdə Tanrının əmri var isə, bəs vilayətdə buraxmış bizlərə bu ixtiyari, yəni tam vermiş. Bu hardan tövhid oldu? Gər vəlini biz seçirdiksə, Xuda çəkmiş bəşərdən rəhmətin, yəni xitam vermiş. Sənə nazil olanı ümmətə çatdır dedi, yoxsa tamam olmaz risalət, dini Allah natamam vermiş. Kəmalat din o gün çatdı, vilayət əhdi bağlandı. O kəs kimdir, ona Allah mələklər də salam vermiş. Əli zikri ibadətdir, Əli kani fəzilətdir, Əlini görməyən kördür, Əli eyni ədalətdir. Sənə nazil olanı ümmətə çatdır dedi, yoxsa tamam olmaz risalət, dini Allah tamam vermiş. Kəmalat din o gün çatdı, vilayət əhdi bağlandı. O kəs kimdir, ona Allah mələklər də salam vermiş.
Əli zikri ibadətdir, Əli kani fəzilətdir, Əlini görməyən kördür, Əli eyni ədalətdir. Kimin olsa Əli İbni Əbi Talib kimi şahi, ona gəl deyər bağı behişt Allah dərgahı. Odur əql-ü zəkasıyla olan Cəbrailə ustad, o sırrı mübhəmin yalnız Əlidən gəlmiş izahı. Odur bais qəbulə yetdi ta ki tövbəyi Adəm, Əliyə and verən bir kimsəni rədd etməz Allahı. Əlidir nura döndərmiş xəlilə nar Nəmrudi, Əlidir nura döndərmiş xəlilə nar Nəmrudi. Odur çün kuni bərdəm və səlamən əmri nagahi. Əliyə and verib azadlıq əldə eylədi Yunus, bu yolla mislə sultan oldu Yusif tərk edib çahi. Buyurmuşdur özü Musa ilə kəlmə kəsən məndim. Əli nuri hidayətdir, işıqlandırmış hər rahi. Əlini Həzrəti Məryəm görüb, izah edə bilmib, nə dillə eyləsin hali bu qadri qovmi gümrahi. Əli bir rah-ı rəhmətdir, Əli babi hidayətdir. Əlini bilməyən qafil, Əli üçün nur tələətdir. Əli bir gün misali çıxdı, dünyaya ziya gəldi. Əli bir gün misali çıxdı, dünyaya ziya gəldi. Quraqlıq yerlərə sanki yağış yağdı, qida gəldi. Açıb ağuşini Beytül Həram pişvazına çıxdı. Elə bil ki dil açdı Kəbə, xoş gəldi, səfa gəldi. Əli tək yox igid, yox Zülfiqar tək bir qılınc əsla. Əlidən başqa kimdir ki onun üçün lafəta gəldi? Əli bir müşküdür ki müşkü gizlətdikcə iyi artar. Əli bir müşküdür ki müşkü gizlətsən iyi artar. Əli bir durrudur ki dəhrə durri pürbəha gəldi. Əli təqdim olundu ta risalət yetdi itmamə. Əli təqdim olundu ta risalət yetdi itmamə. Əli ilə kamil oldu din, rizaət üçün nida gəldi. Nə vaxt məyus olar kafərlər İslamdan? Əli gəlsə. Nə vaxt məyus olar kafərlər İslamdan? Əli gəlsə. Onun şəni ucaldıqca münafiq üçün bəla gəldi. Fəqət İslamı gördü səltənət tək tülki xislətlər. Fəqət İslamı gördü səltənət tək tülki xislətlər. Bu dini haqq üçün yalnız Əli şiri xuda gəldi. Əli nuri həqiqətdir, Əli rükni imamətdir. Əlini kim danar? Kafər. Əli şahi vilayətdir. Əli şahi vilayətdir. O aşiq üçün Əlidir eşq camın nuş qılmışdır. O aşiq üçün Əlidir eşq camın nuş qılmışdır ki heyrətdən bütün eşq əhlini xamuş qılmışdır. Kəlam-ı lafəta illa sədası gəldiyi anda susub cümlə cahan birdən bu savta güş qılmışdır. O şəxsi xaliqi yekta behiştə savqı seçməklə, əzəldən ab-ı kəvsərlə onu bihuş qılmışdır.
budur rəsməl bəla'u lilvila. Budur rəsməl bəla'u lilvila. Qanun dəyişməzdir. Səbəbdir ki, onu min bir bəlaya tuş qılmışdır. Əliyə Qasımın narı və cənnət söyləmişdirlər. Əli cənnət və cəhənnəmi böləndir. Peyğəmbər də onun atalığı olub, ona görə Əbəl Qasım deyirlər Peyğəmbərə. Bir mənası da odur. Bir Qasımın atası mənasıdır. Bir də Əli əleyhissalam özü Qasımdır cənnət və cəhənnəm əhli üçün. Əliyə Qasımın narı və cənnət söyləmişlərdir. Kimin məmnun qılmışdır, kimin məxşuş qılmışdır. Əli büt sındırandır Kəbədə. Yalnız o kəsdir ki, başı üstə xuda, amma məqamın duş qılmışdır. Məhəbbət ilə sübh-i şam, sənin zikrun qılır azər. Sənin eşqünlə ya Heydər, bu təbim cuş qılmışdır. Əli üçün bab-ı hacətdir, Əli dəryay hikmətdir. Əlini sevməyən ölsün, Əli rahi saadətdir. Əli rahi saadətdir. Allah köməyiniz olsun, Allah bayrağı olsun.